İctimai təşkilatlara orden, medal verilmə hüququ niyə verilib? İctimai təşkilat niyə orden verməlidir Zahir bəy? Orden medal yox, ictimai təşkilatlar diplomu verə bilər, fəxri fərman verə bilər. Bəli, amma orden nədir? Bunlar da götürür orden adından, ayrı-ayrı yerdədirlər, filan kəs nə bilim nə orden alıb, Məmməd Əmin Rəssadə orden alıb, İsmail Xətai orden alıb. İnsan çalışır ki, bu orden nə vaxt aldı, kimdən aldı? Artıq Azərbaycan dövlət səviyyəsində, qanunlar səviyyəsində verilməsi qadağan olunmalıdır. Adlarla ordenlər olmaz. Dədənin adına orden yarad, onu verginlə ailə üzvlərinə. Sən nə işin var tarixi şəxsiyyətləri öz ictimai təşkilatının adından orden verirsən? Xatırlayırsınız, bu bir akademik var idi, Nizami Süleymanov. Bəli. Məlum oldu ki, hər yerdə dedilər akademik Nizami Süleymanov. Məlum oldu ki, özünə bir akademiya yaradıb, bu ictimai təşkilat. Həmin akademiyanda akademik olub, hər kəs onu akademik deyir. Elə şey olarmı? Akademik deyilmiş.